Mənə maraqlı deyilsən, nə dərəcədə dahisən. Süni intellekti sıfırdan 3 aya öyrənə bilmərsən. Ancaq nə edə bilərsən? Boş yerə vaxtını itirməmək. Ətrafımda olan peşəkar proqramçılar və tələbələr 9 aylıq müxtəlif kurslar götürməklə, Python-u öyrənməklə yekun nəticədə tətbiqi riyaziyyatda azıb qaldılar və sonda ortaya nəticə qoya bilmədilər. Bu seriyamda konkret olaraq sizə machine learning, deep learning, süni intellekti necə öyrənməyini praktiki şəkildə, riyazi amillərindən tutmuş alqoritmik amillərinəcən tam sıfırdan yol xəritəsindən sizə öyrədəcəm. Daha dəqiq olsam, neyron şəbəkələrin sıfırdan qurulması, Kaggle-da real dünyavi layihələrin üzərində işləyib yaxşı nəticə alınması, computer vision, image processing, təkamül və genetik alqoritmlərini istifadə edərək bəzi oyunların oynamasının avtomatlaşdırılması və yekunda isə böyük dil modelimizi BART kimi, GPT kimi sıfırdan tətbiqi riyaziyyat tərəfindən tutmuş alqoritmlərinəcən necə qura bilərik, bunu bu növbəti gələn seriyalarımda tam göstərəcəm. Ona görə də mənimlə qalın. İnsanların çoxu süni intellekt, machine learning-ə öyrənməyə başlamamışdan qabaq artıq uduzurlar. Ona görə yox ki, onlar kifayət qədər ağıllı deyillər. Ona görə ki, onlara lazım olan əsas 3 şərtləri qaçırırlar. Süni intellekt əsas 3 sütun üzərində qurulub. Riyaziyyat, statistika və proqramlaşdırma. Bu sütunlardan hər hansısa biri zəif olsa, bunun üzərində qurulan növbəti praktikalar və biliklər artıq çökəcək. Gəlin riyaziyyatdan başlayaq. Bilirəm, bəziləriniz hələ də sual verirsiniz ki, süni intellekti və ya machine learning-i öyrənmək üçün mənə riyaziyyatı bilmək lazımdır. Qısa cavabım bəli. Ancaq bu o demək deyil ki, siz riyaziyyatdan professor olmalısınız. Siz sadəcə riyaziyyatın 4 əsas istiqamətini yaxşı başa düşməlisiniz. 1. Xətti cəbir. Machine learning alqoritmləri məlumatlarla işləyir və bu məlumatlar matrikslər və yaxud da ki, vektorlar şəklində saxlanılır. Əgər siz bunları başa düşməsəniz, siz başa düşən deyilsiniz ki, məlumatlarınız necə saxlanılır və necə emal olunur. Xətti cəbir isə sırf bunları öyrədir. 2. Kalkulus, riyazi analiz. Süni intellektin mərkəzində optimizasiya problemləri dayanır. Optimizasiya isə törəmələri, inteqralları və qradiyentləri bilməyi tələb edir ki, bunların hamısı kalkulusdan gəlir. Kalkulussuz siz sadəcə kodları kopyalayacaqsınız və başa düşən deyilsiniz ki, işləyən model nəyə görə işləyir, işləməyən model nəyə görə işləmir və yaxud da ki, indiki modeli necə daha yaxşı təkmilləşdirmək olar. 3. Ehtimal nəzəriyyəsi. Süni intellekt sistemlərinin əsas işi bilinməyən hallarda proqnoz vermək və yaxud ən yaxşı ssenarini ehtimal etməkdir. Bu proqnozlara güvənək ya yox, modelimiz nə dərəcədə inamlıdır və s. Bu sualları anlamaq üçün bizə ehtimal nəzəriyyəsini həqiqətən başa düşmək lazımdır. 4. Statistika. Statistika bizə kömək edir ki, artıq modellərimizin nə dərəcədə yaxşı öyrəndiyini düzgün şəkildə dəyərləndirə bilək. Statistika ilə ehtimal nəzəriyyəsinin əsas fərqi nədir? Ehtimal nəzəriyyəsində məlumat və dəlillər olmayan vaxt fərziyyə qururuq. Statistika isə artıq dəlillər, sınaqlar və real məlumatlar olduqdan sonra modelimiz və məlumatlarımız barədə fikir bildirməyə və ölçməyə kömək edir. Gördüyünüz kimi, heç kim ideal deyil. Vaxtıkən o səhvləri mən də eləmişəm. Vaxtıkən praktika olmalı şeyləri praktika eləməmişəm və yaxud da ki, nəzəriyyəni düzgün praktik şəklə gətirməmişəm. Ancaq indiki dövrdə bu qədər resurslar olaraq, bu qədər informasiya əl çatan dövrdə bizə sadəcə düzgün yol xəritəsini seçmək qalır.